Son günlər Azərbaycan televiziyalarında baş verənlər geniş müzakirələrə səbəb olub. Tamaşaçılar daha çox əyləncəli, musiqili verilişlərə, aparıcıların özlərini apara bilməmələrinə, efirə yaraşmayan, etikadan kənar davranışlar sərgiləmələrinə etiraz edirlər. Bəs efirlərin bu kökə düşməsinin səbəbi nədir? Bu süjetimizdə buna aydınlıq gətirməyə çalışacağıq. Bir vaxtlar axşam saatlarında hamı işdən evə tələsir, ailə üzvlərini başına yığır və eyni ekrana baxırdı. Televiziya bizim üçün sadəcə cihaz deyildi. Televiziya bir ailə ənənəsi idi. Amma indi mənzərə tamam dəyişib. Netflix, YouTube və xüsusilə TikTok kimi platformalar istifadəçiyə, güya ona uyğun olan dünyanı təqdim edir. Əslində isə məqsəd tamam başqadır. Televiziya və radio kimi ənənəvi media Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Bu strukturlar reklam gəlirlərindən həm öz fəaliyyətlərini saxlayır, həm də dövlət büdcəsinə vergi ödəyirlər. Lakin bugün reklam bazarında ciddi bir struktur dəyişimi baş verib. Belə ki, bu dəyişim yerli medianın gəlirlərini azaldır, reklam pullarını isə xaricə yönəldir. Məsələn, TikTok, Meta və Google kimi bir çox xarici rəqəmsal platformalar Azərbaycana reklam xidmətləri satır və bu xidmətlərə görə küllü miqdarda gəlir əldə edirlər. Lakin onlar əldə etdikləri bu gəlirdən Azərbaycan büdcəsinə vergi ödəmirlər. Nəticədə reklam pulları ölkə xaricinə çıxır, bu isə yerli media üçün ciddi məhrumiyyətlər yaradır. Digər bir məsələ, bu platformaların əksəriyyəti xarici şirkətlərə məxsus olduğu üçün qlobal auditoriya hesablanıb. Nəticədə yerli mədəniyyət, milli dəyərlər və ortaq ictimai müzakirə mövzuları arxa plana keçir. Gənclər artıq yerli proqram qəhrəmanlarını deyil, qlobal fenomenləri izləyir. Bu isə uzun müddətli perspektivdə milli kimlik üçün risk yaradır. Məsələyə digər tərəfdən yanaşsaq, insanları efirdən uzaqlaşdıran daha hansı səbəblərin olduğunu görərik. Uzun illər efirlərdə reyting yönümlü, emosional və qalmaqallı proqramların çoxluğu televiziya haqqında ümumi bir imij formalaşdırıb. Tamaşaçı artıq verilişə baxmadan kör-körənə qərar verir. Onsuz da maraqlı deyil. Bu psixoloji baryer ciddi verilişlərin də auditoriyasına azalmasına gətirib çıxardır. Bəs bu bariyeri necə aradan qaldıraq? Bu bariyeri aradan qaldırmaq üçün ilk növbədə televiziya biz dəyişmişik deməklə kifayətlənməməlidir. Bunun üçün televiziyalar davamlı və ardıcıl, keyfiyyətli və samballı verilişlər təqdim etməklə tamaşaçının fikrini dəyişə bilər. Bunun üçün bugün teleməkanda olan 1-2 uğurlu proqram kifayət eləmir. Eyni prinsipiallıq və eyni standart uzun müddət qorunmalıdır ki, tamaşaçı yeni təcrübə qazansın və əvvəlki stereotip dağılsın. Nəticə etibarilə televiziya yalnız məzmun istehsal edən qurum deyil. Televiziya həm də etimad yaradan ictimai institut olduğunu yenidən sübut etməlidir. Heç kimə sir deyil ki, özəl kanalların əsas gəlir mənbəyi reklamdır. Son illərdə reklam büdcələrinin böyük hissəsi xarici rəqəmsal platformalara yönəldiyi üçün yerli televiziya kanallarının maliyyə imkanları zəifləyir. Halbuki televiziyalar əmək haqqı və sosial ödənişlər ödəyir, vergi verir. Buna görə də dövlətin özəl kanalların maliyyə dayanıqlığını qorumaq üçün müəyyən dəstək mexanizmləri yaratması zəruridir. Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna Zerkala qəzetlərinin rəhbəri Elçin Şıxlı çıxış yolunu bunda görür. Dövlət kanallarını qoyuram qırağa, onların dövlət dəstəyi var. Amma özəl kanalların yaşaması və bayağı birinci verilişləri efirlərindən yığışdırması üçün onlara dəstək lazımdır. Birbaşa yox, amma belə deyək də, dolayı olaraq dövlətin dəstəyi lazımdır. Bu da həm ideoloji, həm də belə deyək, yönləndirici bir dəstək olmalıdır. Yəni, bayaq söylədiyim kimi, bizim iri şirkətlərə, ümummilli şirkətlərə, çox böyük banklarımıza, bizim banklar assosiasiyası var, onların özünə, digər hər halda hələ də avia şirkətlər var Azərbaycanda, Azərbaycana gəlib gedən, bunlar iriləri nəzərdə tuturam. Burada çalışan neft şirkətləri var, vaxtilə bizə də reklam verirdilər. Onların hamısına bildirilməlidir ki, əgər siz maarifləndirici, ciddi, sənədli, araşdırma verilişlərinə sponsorluq edəcəksinizsə, dəstək verəcəksinizsə, ola bilsin indi birbaşa hansısa layihə sponsorluq eləyəcəklər və yaxud reklam şəklində dəstək verəcəklərsə, onda həmin şirkətlərə vergi strukturları tərəfindən güzəşt ediləcək. Və bu güzəştə mən belə düşünmürəm ki,
5 yaxud 7 il çəkməlidir, yox. Bu güzəşt mütəmadi olmalıdır və sınırsız olmalıdır zaman çərçivəsi kəsimində. Çünki əgər bunu 3 illik eləyəcəksə, güzəşti 3 il yaxşı olacaq, 4-cü il yenə qayıdacaq köhnə hamam, köhnə tasa. Ona görə mütləq dövlətin bir ideoloji xətti olmalıdır ki, bizim əlimizdə olan və gücümüz çatan bizim yerli televiziya məkanıdır, radio məkanıdır və buna görə də biz həmin özəl kanalların, özəl strukturların çalışa bilməsi və özünü dolandıra bilməsi üçün onlara reklam verən, onların maarifləndirici ciddi proqramlarını sponsorluq edən, onlara dəstək verən şirkətlərə mütləq özdə yarım faiz, 1%, 2% yox, əməlli başlı vergi güzəştləri olmalıdır. Əməkdar jurnalistin də dediyi kimi, bu yolla Azərbaycan televiziyaları həm ictimaiyyətlə etimad əlaqəsini bərpa edə bilər, həm də rəqəmsal çağın tələblərinə uyğun olaraq izləyici auditoriyasını genişləndirər. Bu həm də milli kontentin davamlı inkişafını təmin etmək deməkdir. Elçin Şuşalı, Qafqaz TV üçün.